Salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Necəsiniz? İnşallah ki, hər biriniz çox yaxşısınız. Elə indicə girdim içəri. İsmail'i apardım, qoydum bağçaya və gəldim. Gəlim yemeğimi falan yiyeyim, evləri yığışdırım. Bugün evdə içim yoxdur. Onun üçün Aytaç məktəbdə qaynanam ölü üstü var, ölü yeri var. Oraya gidib bir dənə yoldaşım evdədir, o da çıxıb gedəcək. İsmail da saat 3'e kimi, 4'ün yarısına kimi bağçadadır. Yine ağlaya koydum, geldim. Belə. Bir de keçən yorumda bir dənə xanım yazıb ki, sən hicabı düz bağlamırsan. Sən çənən görsənməməlidir. İnanın, bəlkə də necə videoya baxdım. Hamısı buradan bağlayır. Hardan bağlayım bilmirəm. Çənəmi bağlasam artıq o çadıra sayılır məncə. Ki bu görsənməsin. Mən də çatıda deyiləm. Bir də alnımı deyim, mənim alnım zaten genişdir. Yəni mənim saçım buradadır. Yəni real həyatda da mənim alnım çox genişdir. Onun üçün hələ qabaqdan bağlayıram. Çünki hələ mənim alnım bax buradadır. Saçım buradan başlayır. Yəni siz yazıb ki, az qalır ki, saçın görsənmir. Narahat olmayın siz. Buradan bunu demək istədim. Neyse durum, yemək yiyeyim. Başlayayım evlər yığışdırmağa. Bugün divanı siləcəm. Divanımı çox kirlənib. İsmail divanın başına oynatıp indicə yumurta yiyirdi. Yumurtanın hamısını tökdü divanın üstünə. Onun üçün indi mən yeməyim gəlirəm. Bir də onu demək istəyirdim, gedirdim. Bir də onu demək istəyirəm ki, Instagram hesabımı oğurlayıblar. Yəni Instagrama baxdığım yerdə mənə bildiriş gəldi ki, Instagramdan da sizin profilinizi giriş etmək istəyirlər Buzovna tərəfdən. Mən də tez şifrəni dəyişdim, amma Instagram hələ də bağladı məni. Onu ki, bloklayıb köhnə səhifəmi artıq işlədə bilmirəm. Yəni istəsəniz bura yeni səhifəmi əlavə edəcəm. Ora baxa bilərsiniz. Hələ ki heç nə paylaşmıram, amma biraz abunə yığandan sonra inşallah paylaşacağım. Bilmirəm məndən nə istəyirlər, o kimdir mənim hesabımı uğurlamaq istəyən. Yəni sən elə də hərəkət ediblər ki, elə bil mənim burada 10 min, 15 min takipçim falan var. 800 nəfər takipçim var idi. Onların çox da elə qohum falan idi. Hər nəsə, buradan onu da demək istədim. Belə qızlarla başladım. Divan örtüklərimi attım ki, yuyulsun, 30 dəqiqəyə qoydum. Dünən çünki İsmail əlində flomaster var idi, hamısını yazıq edib. Qonaq otağımızın gündə bu gündür. İsmail yeni oyuncaqlarını töküşdürüb hər yerə. Tez başlayayım, buraları yığışdırım. Divanı silim çünki divan dəhşət pis gündədir. Gördüyünüz kimi hər yeri ləkə-ləkədir. İsmail hər şeyi ləkələyir. Hətta orada polu da yazıb görsənmir, onu da siləcəm. Sər yumurta verdim, onu yedi. Ama yarısını yemədi, qaldı burada. Onu da seyləyəcəm. Onu da qoyum mətbəxə. İşim çoxdur. Mən indi yavaş-yavaş başlayayım. Belə xanım, ziyan, elə ziyan da aldı. Tripodumun bu ucu hissəsi itib. Nə qədər axtardım, tapmadım. Ona görə məcbur balaca tripodumdan çəkəcəm. Bu da zaten xarab olub, ayağı falan əsir. Geri özümdən təzə tripod alım. Belə, başlayaq.
Belə xanım, paraşokdan su hazırladım tez. İndi başlayayım eləməyə. İndi İsmail olsa qoyardı bu video burada qalsın. Bir dəqiqə evdə nə vardı, hamısını gətirib tökmüşdü vedrənin içinə. İndi başlayayım, şotqalayım divanı. Belə. Divanımın birini qurtardım. İndi keçim buna. Bir dənə fərqə baxın. Bir də bu. Görürsünüz? Altda da İsmailin oyuncaqları var. İndi onları çəkib çıxardacağım hamısını. Görək, yığışdıra bilsək, gəlib yenə töküb dağıtmasa. İndi keçim bunu eləyim, sonra da balışları da eləyim. Son olarak da bu kapak. Bakın bu kapağı belə qoyuruq. Bunu belə bağlayırıq. İndi bax, görürsünüz. Bir damcı toz tutun. Gösterdim sizə. Ne qədər şut qalasan da. Bakın indi. Gördünüz. Qıraqlarına baxın. Belə göstereyim. Bax. Gördünüz. Kapağın izi çıxdı. Qıraqlarına yığılır bütün tozlar, qəşə-qəşə çıxardım. Dedim ki, suyumda yuyum. Ya da gedim təmiz su yuyum bana, təmiz suda. Böyle kirlidir. İndi silim. Bir dəfə də krişka ilə silim. Qutarsın. Belə, divanlarımın ikisini də təmizlədim qəşək. İndi keçim bunları çırpım. Qəşək taxtamla. Burada qoyum, burada belə çırpım. O da qırıldı düşdü oraya. Pəncərəmiz öyle paslanıb. O dəyişiləsi də qaynatam. Daha doğrusu keçən dəfə bunu dəyişdi. O qaldı. Bir dəfə də onu dəyişəcək. Bunu qoyum bura. Siz də baxın.
Bunları da çırptım, geçi sildim. Üstünde İsmail'in o gün burnu axırdı. Bütün burnunu silip şeylərə, döşəklərə. Belə. İndi paltaryonda maşında qutardı. Palta gedim onu çıxardım, atdım başqa şey, atdım maşına. Gedim onu da sərim. Belə. Belə yoldaşımın iş dəsmallarını da atdım. Yumağa birçələri də asdım. Belə İsmail'in də paltarları vardı, ağ paltarlar. Onları boşa koydum ki, ləkələri falan çıxsın. İndi başlayayım buranı götürüm ortalığa. Yaman yoruldum. Bir də onun avranın qarasını təmizləmək istəyirəm. Qaynanam o gün nə qədər elədi, getmədi. İndi bir dəfə də mən sınayım, görüm gedər. Belə xanım, nə qədər çalışdımsa getmədi, biraz getdi. Əslində üstünün şeyi gedir də, sürtdükcə biz yayda bura şey vurmuşduq, nə deyirlər, onu astar. O başlayır çıxmağa, altdakı şey çıxırını görüb dəymirəm. Qaynatam deyib ki, bu yay buranı remont edəcək, inşallah görək. Bizim otaq bir də bura. Çünki ən çox ehtiyac olan bunlardır. Bu qarara görə bilmir neynəsin. Bu nəmişliyə görə əsas istəyir. O da ya bura şey çəkilməlidir. Nə deyirlər ona? Ataplina. Ya da xüsusi belə üzlüklər olur. Belə nəmişliyə qarşı belə qalın biraz şeylər olur. Onları vururlar. Üstündən də aboy falan vurursan onda da keçməyir. Görək də. İnşallah əslində istəyirik biz şey çəkdirmək evə. Qışda nə deyirlər onun adı yadımdan çıxdı. Ataplena kimi bir şeydə çəkirlər. Sadəcə o aparat, heç aparat olur. Onu bizdə qoymağa yer yoxdur. Bizim balkon balacadır. Çölə də qoysaq biraz çöl qorxuludur da. Onun üçün qalmışıq belə. İndi keçim olan tosturanlayım. Divanı falan çəkim öz yerinə. Görün pəncərələri silmək istəyirəm. Çox buxarı silməyəcəm. Elə qabaq üst alt tərəfləri siləcəm. Neçə gündür yağış yağır, imkan vermir, görə neyinirik. Başlayayım. İşimi görüm, sizə mənə bax. Belə xanım, divanın döşəklərini falan qoydum indi. Bir dənə geçi su hazırladım. Bir dənə geçi pəncərələrini indi içərdən birinci sileyim. Geçək. Sonra da çölünü silərəm. Amma yuxarını silməyəcəm. Yuxarı çıxmağa qorxuram. Ancaq bu 4 dənəsini siləcəm. Bir də pendusun üstünü falan.
Belə xama pəncərələrini də sildiyim qəşəng. Görüm, hiss olunacaq. Buranı sildim, oranı silməmişəm, amma bax, hiss olunur, görürsünüz, bulanlıqdır biraz. Amma qorxuram o qədər çıxmağa, ancaq elə bura 4 dənəni sildim, qəşəng. Yuxarını sildim, heç də amma çöldən silmədim. Qəşəng karkaslarını da qəşəng sildim. Buranı da sildim. Belə, bura hazır. İndi gedim qapıları sildim, açım. Biraz qəşəng hava gəlsin. İçəri. Belə. Güzeldi. Sevirəm yayı. Heç qışda heç nə əlim gəlmir, heç nə eləmək istəmirəm. Amma yay, heyv deyil yay. İndi keçim qapıları da silim. Qəşəng burada paraşütü suyum var. Pəncərə iç tərəfi təmiz idi, çölü idi yəni. Ancaq o da ondan birinci götürdüm, sonra ondan sildim. Həsə qəşəngdir. O tərəflərə baxmayın. İndi qapıları da qəşəng silim. Belə xanımlar, qapılarımızı da qəşəng sildim, qəşəng şamponladım. Birinci sonra da duruladım, üstündə quruladım. Bir dənə qaldı stenkanın oralarının aslında tozlu deyil. Sadəcə bir dəfə də üstündən keçəcəm. Yüksək. Bir dəfə də bir dənə boyuncaqları yıxa bilsəm İsmail'in. Paltarları mənə gözləyir, onlar asılı-asıdır. Bir dəfə də yer silib artıq bu otaqdan çıxacam. Belə xanımlar. Buralarda belə kişi yığışdırdım, tozları da aldım, da oraları çəkmədim, televizyon falan üstünü sildim diye orada saat falan sildim. Bunu da için biraz təmizlədim. Belə. Qəşəng. Bura hazır. Bir dəfə də yer sildim, çıxdım. İndi gedim. Bir də buranı göstərəcəm sizə. İsmail'in oyuncaqlarını buraya yığdım. İsmail pəncərəyə dırmaşmasın deyə bu şey qabağa çəkmişik. Oyuncaqlarını da yığırıq, oraya tetsini görsənmir. Belə. Təzən yerində üstünü bağladım. Gedim mətbəxə yığışdırım. Belə gəldim mətbəxə. Mətbəximdə də qablarımız var. Hamilə olandan sonra qaynanam qabları yuyur. Mən silib yerinə yığıram. Amma hərdən də yığmıram. Çünki halım olmur. Ona görə qalır səhərə. Tezdən İsmail aparanda yığıram. Duranda tezdən aparmamışdan qabaq yığıram. Sadəcə evini yığışdırdım deyə halım olmadı. Gəldim. Qablar hamısı təmizdir. Bir də bunlar çirklidir. Bunların hamısını yığacam yerinə. Bir də İsmail'in paltarını attım. O da yuyulsun. Belə. Bir də hamamı, tuvaleti falan yığışdıracam. Belə xanımlar, qabları yığdım. Onları da yudum. O da zibilləri də yığdım hamısını. Buraları da süpürdüm. Tozlar anladım. İndi bir dənə qaldı silməyim. Hamamı da. Hələ hamamı buralarını yığışdırdım. Hələ o içi qalıb. Ona görə onları eləməmişəm. Biraz tuvaleti hələ təmizləməmişəm. Bir dənə gətirdim buranı silim. Buraya işim qutarsın. Ben tuvalet hamamı qalsın. İsmail'in paltarlarının renkliləri yudum. İçindən indi ağları yuyuram. Hələ asmamışam. Dedim ki o da çıxsın. O da orada yuyulur. O da çıxsın bir yerdə yuyum. Gətirdim buraları silim. Niyə telefonda belə renk görsənir? Bilmiyorum ama elə deyil kafemiz. Belə hamı qaynanın otağında yığışdırdım. Bir dəfə də sildim. O gün özü yığışdırmışdı. Elə bir dəfə üstündən sildim ki toz falan nə varsa hamısını götürsün. Bir də sizə sizinlə göstərmək istəyirəm. Etdiyim buradan. Ailen zəkkizi qaynanın ad günüydü. Onun üçün ertəciyim. Onun üçün və pastel dəstləri alıb hədiyyə.
Sağ olsun. Biri bu rəngdədir, bir də belədir. 2 dənə də yay üçün alıb. Biri belədir, sumkası. Bir də belədir. Çox sağ olsun, pay çox olsun. Mən də təzyiq ölçən almışım qaynanama. Belə, burada hazır. Buranı da bitirdim. Bir dənə qaldı öz otağım, o da yoldaşım hələ yatır. Otursun, sonra yığışdıracağım. Qapının ağzını falan da təmizlədim. Geçi. Bir dənə bu xalça burada qaldı. Bilməm indi, hələ götürmədim onu. Bəlkə havalar soyuq olar deyə salarıq bura. Burada belə bitirdim. Buranı da belə sərgiyə saldım. Burada belə. Burada belə. İkisi. Pardon. Ben paltarları asacağım. Paltarları yıkacağım. Bir de dedim palto yiyeyim. Bir de kaldı hamam. Böyle hanım. Bunları yırttım. Bunları da astım. Bu da İsmail'in paltarları var. Böyle. Hala yeni yürür. Oy. Bunlar da bir koymuştum şu içi. Bunu serin yerine. Bu kutarsın. Bunu da asın. Yeni bir partiye var. Bir de plastiklerini falan yiyeceğim. Böyle hanımlar, bütün paltarları yırttım. Ne kadar paltar yumuşam. İndi bunların hamısını qatlamaq var ya. Ne kadardır. Getdim İsmail Bey, getirdim bağçadan. Onu yemək falan pişirdim, yetişdirdim. Sonra çay verdim, meyve falan verdim, elədim. İndi biraz oynuyor özü üçün. Buraları dağıtmaqla məşğuldur. Bayaqki evdə əsərləmək yoxdur. Baxın, oyuncaqlarını hamısını tökdü, dağıtdı. Belə. Eləmi? Ayda. Ay səni. Bax bu uşaq ancaq ziyan verici həşəratdır da. Ziyan vermək üçün doğulub bu. Növbəti gündən hər birinizə salam xanımlar. İsmail bəy durub. Bugün İsmail bəyin bir gün şənliyi var. Onun üçün belə qurbağa olacaqlar. Onun üçün belə qurbağa düzəltmişəm. Başına atacaq al suya hər şeyi. Sonra belə yaşlı naskilər istəyiblər. Heç tapmırıq, inansız. Bir dənə də burada var idi. Bir dənə də şortki, qara şortki var. Belə. Bir dənə də belə çeşkiləri var. Çeşk almışım İsmail'e. İsmail'in de yemeği hazırladım. Yumurta pişirdim. Yumurtasını yesin. Bir dənə evə baxın. Sən onunla. Dünən bir yığışdırdığım ev deyil. Evdən əsər əlamət yoxdur. İsmail yerə buranı tərəs töküb. Aytaz axşam kola töküb. Hər yer yapışqandı. İnanırsınız. İsmail'lə aparım qoyun bağçaya gəlim. Başlayayım yığışdırmağa. Çünki bu gün bibim gələcək. Rusiyadan ki bibim də gələcək. Evlər falan yığışdır. Eləmə də İsmail. Bir dənə bu İsmailca bir dəmci sakit. Ona baxın. Belə. İsmail hazırdır belə. Deymi. Saxlamır başında heç nə. Belə. İndi geyinək gedək. Bağçada mahnı səsi gəlir. Belə. İsmail'lə pardım qoydum bağçaya. Gördüm orada uşaqların valideynləri uşaqlara hədiyyə aldılar ki, yəni o şənlikdən sonra versinlər. Mən niyə bunu düşünə bilməmişəm. İndi gedirəm hara? Təbii ki, mağazinə. Gedim İsmail'ə oradan bir şey alım. Hədiyyə kimi aparım verim müəlliməyə, İsmail'ə verər. Ay, kartım da qalmışdı evdə. Kızım yoldaşıma demişəm. Atıb aşağı. Dedim bir də çıxmayayım mən yox. Ay belə. Tez gedim onu alım. Bir şey alım mağazindən. Aparım verim balamın bayramına. Mən əslində almaq istədim. Bir gün istəyirdim alım özüm verim. Bir də kargoda Temu'dan ona hədiyyə almışdım. Çoxdan istəyirdi bu bel qazmaq falan şeyləri. Uşaq üçün olur, torpaq qazmaq üçün bel falan belə şey zaten ondan istəyirdi. Çünki həyətdə uşaqlarım var idi, ağlayırdı həmişə onları görən. Təngi nəfəs olur. İnşallah market açılır. Saat 9'a qalır. Evet. Çoxdan ona elə bir şey almaq istəyir.
Amma almırdım ki, bəsdir. Çox oyuncağı var. Yenə ürəyim dözmədi, aldım. Bir dənə də o şeydən aldım. Rüzgar gülündən. Çünki bayaq uşaqların anaları gətirmişdi. Mütləq ki, bu da ağlayacaq ki, mənə də verin. Ona görə onu da aldım. Ki, ağlamasın, cəmaatın uşağın şeyini istəməz. Gedək, aparaq verək. Belə qızlar, gəldim, dedim bir dənə çay içim. Yemək yeməmişəm hələ. Dedim bir dənə çay içim. O qədər yoruldum ki, bir saat çöldəyəm. Elə get, gəl, apar, ver, elə. Nə qədər vaxt elədi. Axşamdan demirlər buna ki, bəs belə bir şey eləyirik valideynlər. Belə. Axır ki, aldım. Mən qoyaram, heç mənim İsmailim hədiyyəsiz qalsın. Yaxanlar. Yapışdırdım otaqları. Süpürdüm, sildim o kolanda. İnarsız, hər yer yapış idi, stol üstü falan. Sipeti koydum oraya. Bunu da buranda yığışdırdım. Aytəz axşam orada yatmışdı. Paltarları da indi qatladım. Dünən demişdim qatlayacağım amma bugün qatladım. Yarısı da oradadır. İndi bunlar da yığım yerinə. Bir daha 3-4 dənə qabım var. Bunları da yuyub çıxardacağım. Çay falan dəmliyim, eləyim. İndi birazdan yəqin gələrlər. Belə xanımlar, günorta yeməyimiz də budur. Aytəzi göndərdim, getdi. Gəl, özü gedəcək, gəl. Dünya senin, sıva oynar, hep neşeli, hep gülümseyen. Küçük kurma, hop sıkma, köleyiz, çimellere sıçra. Küçük kurma, neşeli oynar, hadi gel biz de seninle zıplayalım. Belə, gəlmişik Aytəzə şalvar almağa. Baxalım, hələ bir şalvar tap. Bunu seçdik. İndi bir də baxalım. Belə, gəlmişik Ayzbakuya. Görək Aytəz xanım nə giyinəcək, nə xoş gələcək. Qəşəkdir. Torba. Öbür şalvarına giyinirəm koftasına. Şeydə bitişi satılır. Belə, indi Aytəzi göndərdim. Asan xidmətin yanında bir karqom var. Bir də Bibimgildə də bir dənə karqom var. Dedim sən gel Asan xidmətin, mən də gedim Bibimgildə karqom götürüm. Gəldim. Karvanda görüşək. Biz Aytəzə bir dənə şalvar aldıq. Elə çəkdiyim şalvarı. Başqa heç nə yox idi, düzəməlli. Bir də özümə sarçıq istəyirdim, amma heç qəşə sarçıq yoxdur. Gedim, karqomu götürüm. Belə, gəldim Asan xidmətə Aytəzin yanına karqomuzu götürdüm. Pillifə düşmüşdük. Motorda orada bir bulkadan zaten yedik, elədik. İndi gedək evimizə. Belə xanımlar, gəldi evə. İndi istəyirəm, bir dənə karqom var, onu açsın. Bu karqo bilirsiniz nədir? Temuda Fərminatdan qazandığım bu 3-cü hədiyyədir, pulsuz. İstəyirəm onu sizinlə bölüşüm. Belə. Birinci hədiyyəmiz İsmail ilə torpaqda oynaması üçün belə şey sifariş eləmişəm. Belə su qabısı falan var. Sonra belə yekə lapatkası var. Belə. Deyən aşkım, gözlə İsmail. Hə, gözlür deyirəm də. Baxın, belə yekə lapatkası var. Sonra belə qum əliyəni var. Belə balaca lapatkası var. Qırmızı var.
Sonra belə figurları var. Ulduz belə. Yəni bilmədim nə sifarişi, oradan nə pulsuz alım. Ancaq İsmail üçün. Bir dənə də inşallah doğulacaq bəbişə belə bir şey sifariş eləmişəm. Bundan İsmail'in var idi. Sadəcə qırıldı İsmail'dəki. İndə qorxdum. Neyse, belə bir oyuncaqdır. O uşaq üzərinə uzanır ondan. Bu da pulsuz almışam. Orada var idi da, yəni çox şey var idi. Paltar falan. Mən paltar, İsmail.paltar var. Çünki bir paltar seçmişdim. Onun üçün belə bir şeylə məncə seçdim. Böyle quraşdırırsınız. Belə şey də var. Ne deyirlər ona? Belə. Bu da böyle parçasıdır. Bu da oyuncaqlarıdır. Böyle oyuncaqlar da var. Bu da qıraqlarını bərkitmək üçün olan şuruplar. Bu da Fərminatda onun hədiyyəmizdir. Sonra bir dənə də belə kargomuz var. Bu da mənim bibim oğlu Rusiyada yaşayır. Buradan onu çox öpürəm, salamlayıram. Rəşad. Onun üçün Trendyoldan bir kofta vurmuşam. İndi anası burada da aparacaq. İstəyirəm onu da açım sizdən göstərim. Bunu açım gəlirəm. Bu da bir daha belə bir qara koftadır. Onun üçün sifariş eləmişəm. Gülə-gülə geyinsin inşallah. Bir şey materialı falan var. Çox qəşəngdir. Belə. Onun üçün də bir dənə kofta sifariş elədim. Mən həmişə deyirdi ki, mən bir şey sifariş elədim. Bu da Rəşadımızın koftası. Gülə-gülə, sağlıqla geyinsin. Bir də körpəmizin xəstəxana çıxış paltarını da aldım. Belə müslin kətandan belə şey aldım. A hərfi ilə başlayır adı. Adı burada yazılıdır, göstərmirəm. Burada da belə naxışı var, işləməsi var belə. Deməli, mən bunun adyalı ilə olan versiyasını soruşmuşdum. Burada 135 manat idi. Adyalı, papağı, busu, bir də deyən əlcəyi. Dördü bir yerdə 135 manat idi. Sonra birində sordum 170. Sonra bir yerdə soruşdum 105 manat idi. Instagramda təbii ki. Sonra Instagrama baxdım. Instagramda çox baha deyildi. 50-60 manat idi. Şeylə, adyalı ilə falan bir yerdə. Amma mən dedim neyirəm. Temudan çox adyal vurmuşam. Onun üçün istəmədim adyal vurum. Elə dedim bir dənə paltarı oldu. Bəs idi. Belə paltardı. Bir dənə də papağıdır. Qəşək. İnşallah xəstəxana çıxış paltarım. Bunu da 26 manat aldım endirimdən. Yəni 100 neçə manat hara, 26 manat hara. Belə. İnşallah bəyənərsiniz. Bu da bebeğimizin paltarı. Xəstəxana çıxış paltarı da hazır. Bunun belə olduğuna baxma. Jalə xanım açıb. Jalə adına vurmuşdum. Onun üçün Jalən mən kodu istifadə eləmişdim. Jalədə kod qalırdı. Ona gördüm ki, sən kodundan vuraq. Yay 30 koduydum. Yox, may 30 kodu ilə vurduq. Belə. Jalə ürəyə dözməyib açıb baxıb. Belə. Qəşəngdir. Biraz papağı məncə yekədir. Çox bilmə dedim indi qaynama ki, bunu biraz balacalarıq. Çünki İsmail'in başına olur papaq. Çox yekədir papağı. Belə. Bugünkü sifarişlərim də bu qədər. Aytacın da o şalvarını aldıq. Daha da başqa heç nə almalı. Biraz da bazarlıq elədik. Nə bilim.